Salam dostlar, hər vaxtınız xeyir. Bugün sizlərlə El Primo'nu 976 kupa eləmişəm. Bundan sonra da 1000 kupa doğru kasıram və birinci oyunumuzdur. Görək başımıza nə gəlir. Deməli, bizə kimlər düşdü? Mortis, Edgar və mən El Primo. El Primo'nun bu arada məndə yıldız gücü falan yoxdur. Bir dənə aksesuarıdır. O da tullama özəlliyi var. Ona görə mən burada çox şey eləyə bilməyəcəm. Ancaq pusacağım və takım arkadaşlarıma kömək eləyəcəm karakterdən asılı olaraq. Çünki xəritə həm Dynamike'ın, həm Chrome'un xəritəsidir. Burada tanklar çox bir şey eləyə bilmir. Və 9 yük aldılar bizim takım arkadaşları. Amma öldülər heç nə. Onlar bir gözləyək, gəlsinlər. Bu arada kanalımızı izləyirsinizsə, yeni izləmişsinizsə abunə olaraq bizə dəstək ola bilərsiniz. Kutu açımları da gələcək, Brawl Pass və s. Pro Pass da alacağıq ki, yeni videolar çıxardaq. Və biz burada gözləyirik. Mortis'lə Edgar Frank'dən görək qaça biləcəkmi? Frank'in bu arada o özəlliyi adamın yanına çəkir. Sadəcə mən divar arxası olduğuma görə mən işləməyəcək. Görək nə olur. Edgar bizə doğru yaxınlaşmaq istəyir, amma Mortis'lə görək. Qəşəng öldürdülər onu, halal olsun takım arkadaşlarına. Və bəzən randomda yaxşı takım arkadaşları tapmaq olmur. Amma mən bunları bəyəndim. Yüklər az olsa da yaxşı şey eləyə bilirlər. Və orada Frank var. Frank'dən qaça bilsə Mortis əla. Mən burada gözləmişəm Mortis'e dəstək olaraq. Və Frank Mortis'in üzərinə gəlir. Yox, getdi yuxarı. Yaxşı ki, görək 3 takım qalıb. Bu oyunu ikinci ola bilsək, garanti olaraq kupamız gəlir. Və serimizdə olaraq yəni ardı 2 gələcək. Və takımlar yuxarıdadır və ikinci olduq. İndi biz takımların üzərinə gedək. Alınsa birinci oluruq, olmasa da ikinci oluruq və nağd olaraq kupamız var. Və burada Frank'ə nəsə eləyə bilmərik, çünki 10 yük bizdən çoxdur və məcbur olaraq yəni Frank'ı öldürürük. Və Gale də bizi pərt elədi, sağ olsun. Neçə kupa? Plus 7, üstə gəl 5 kazanma serisi ilə 12 kupamız gəldi, qəşəng, çox əla, 988 kupamız var. Bir də ikinci sıra olsaq, normal yəni kupalar yığa bilərik. Növbəti oyunumuza keçid eləyək. Deməli, görək takım arkadaşlarından kim düşdü bizə, bir baxaq onlara. Bizə takım arkadaşlarından Shade, Spike gedər, idarə eləyər. Bu arada Shade bu xəritədə çox əla iş görər. Çünki xəritə həm Shade'in, həm də atıcıların xəritəsidir. Qutunu alaq. Qutunu alandan sonra Shade də qutunu aldı və 3 yükümüz var. Hələlik başlanğıc üçün yaxşıdır. Sonra Mendy var bizdə. İndi görək bizə vursa biraz bərbad olacaq divar arxası. Mən gedim bir dənə o qutunu götürüm aşağıdan. Qutunu götürdük. 4 yükümüz oldu, yaxşıdır. Hələ ki 4 takım var. Bu arada bir də görürsünüz hamı pusur falan çətin olur. Yəni müəyyən bir yer əldə eləmək. Üstəlik El Primo bu xəritəyə uyğun olmadığına görə biraz çətindir ondan nəsə eləmək. Amma məndə digər aksesuar olsaydı, yəni divar rahat yıxıb düşmanları məhv eləyə bilərdim. Hələ ki aşamalıya doğru çox level kasıram deyənə aşamalını daha çox gücləndirəcəm. Daha sonrası karakterləri keçəcəm. Və Shade görək nə edir. Shade təəssüf ki 3 nəfər arasında bir şey eləyənmədi. Amma Surge bizim yerimizi görmədi deyəsən. Yaxşı. Biz gözləyək. Hələ ki yaxşı qutarmışıq. Və bu oyunda uçsaq bizə yaxşı bir kupa gələcək və o kupa ilə də El Primo'nu min eləyirik. Sonra digər karakterlərə keçəcəyik. Xəritədə El Primo'ya uyğun olsaydı çox əla olardı. Və Shade də ağıllı hərəkət eləyir, gözləyir. Və bizə atmaz Mendy. Qarşı tərəfə atar, yaxşı. Leon'la gedirlər. Shade'lə biz isə defansda qalmışıq ki, gələndə vura bilək. Orada mən çıxmıram, çünki mən çıxsam takım təhlükəyə girəcək və kupa da gedəcək. Onun üçün hələ pusmaq elə ən effektiv yoldur. Və Surge'lər bir-biri məhv elədi və 2 takım qaldı və dostlar 1000 kupa olduq. Çox yaxşıdır, yəni bizlər üçün çox əla bir şeydir. Shade'də təəssüf ki bir şey eləyə bilməz orada. Çünki 27 yük Piper'a nəsə eləmək çətin olsun. Çünki yükləri çoxdur. Və Spike da zaten öləcək. Surge böyük ehtimal Spike'ın üzərinə gələcək və doğuldum. Mən də çətin bir şey eləyim, ona görə elə ölməyən doğru qərardır. Son olaraq bəli və birinci yer
olmasa da ikinci yer olduq və +7 sezon irəliləməsi və artıq dostlar